Değerli YouTube kanalımın izleyicileri, yeni yasamalda qanuni bir otaq, 2 otağa düzəlmə, 55 kvadrat ölçülü, kubçalı bir mənzili sizlərə təqdim edəcəm. Yeni yasamalda Albalı Uşaq Bağçasının yanındadır. 17 mərtəbəli binanın 7-ci mərtəbəsində 55 kvadrat ümumi sahə, qanuni bir otaq, 2 otağa düzəlib, kubçalıdır. Mənzil sizlərə təqdim edim. Giriş qapıdır. Daxil olduqda belə bir dəhliz hissə bizi qarşılayır. Burada qonaq otağı, qonaq otağının eyvana çıxış, eyvanı mətbəx ediblər. Bir eyvanda qalıb yataq otağından çıxış. Qanuni mətbəx burada olub. Mətbəx qonaq otağının qarşısına gətirilib. Baxın, belə bir qonaq otağıdır. Qonaq otağının qarşısında mətbəx hissə düzəlib. Baxın, bu şəkildədir. Baxın, bu şəkildə belə bir qonaq otağıdır. Soyuducu götürüləcək, qalan nə varsa evdə qalacaq. Evdə çox əşya yoxdur. Məsələn, paltar yuyan maşın var, mətbəx hissə var. Qazı suyu işıq daimdir, sənəd kubçadır, qeydiyyatda heç kim yoxdur. Alıb yaşamaq və icarə vermək üçün əla bir təklifdir. Qonaq otağının genişliyini görürsünüz, döşəmə parketdir. Qazı suyu işığı daimdir. Giriş qapımız, sanitar qovşağı yerləşir burada. Baxın, belə bir sanitar qovşağı var. Burada mənzilin yataq otağı yerləşir. Bura qanuni mətbəx hissi olub. Mətbəx qonaq otağının qarşısına getirilib. Buradakı əşyalar da mənzildə qalacaq. Mənzilin yataq otağından geniş bir eyvana çıxış var. Qanuni eyvan olub, geniş eyvan olub, yarısı mətbəxə qatılıb, mətbəx düzəlib. Burada kombisi yerləşir. Baxın, bu şəkildədir. Sənəd kubçadır, qeydiyyatda heç kim yoxdur. Orta mənzildir. Yeni yasamalda Albalı Uşaq Bağçasının yanındadır. 55 kvadrat ümumi sahədir. Qanuni bir otaq, 2 otağa düzəlmə, qiymət 159.000 manatdır. Real alıcıda endirim gözlənilir. Daha da olan və ətraflı məlumat üçün səhifəmizdə əlaqə nömrəsi var. Əlaqə saxlaya bilər, mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbə çəkilişdə və mənzildə görüşənədək.